Hər birinizi salamlayıram, əziz və dəyərli mətbuat işçiləri. Xoş görmüşük hər birinizi. Bu gün burada yığışmamızın səbəbi Ayten Abbasın klip təqdimatıdır. Klipə baxacağıq, fikirlərinizi söyləyəcəksiniz və istərdim ki, sözü verim dəyərli Ruhiyyə xanıma. Ruhiyyə xanım da öz fikirlərini başlasın inşallah. Salam, xoş gördük Ayten xanım. Bu günlərim biz bilirik ki, sizin ifanız belə deyə başlamağınız bir ildir tamamdır. Və istərdik ki, bu haqda jurnalistlərimizin, iş adamımızın, müğənnimizin fikirlərini dinləyək və ola bilər ki, bugün tənqid də ola bilər, tərif də ola bilər, hər kəsin xoşuna gələ bilməz mahnı. Və bununla bağlı mətbuat konferansımızı açıq elan edirəm. Əvvəla salamlayıram medianın nümayəndələrini, xoş gəlmisiniz mənim mətbuat konferansıma və istəyərdim suallarınızı verəsiniz, mən də cavablandırım. İlk öncə gəlin belə eləyək, klipimizi təqdim eləyək. Bəli. Klipdən sonra hər kəs öz fikrini bildirə bilər. Zəhmət olmasa klipimizi təqdim eləyək. Hər danışılanda səndən, gözlər səndən danışır, hisslər yanıb tez alışır. Xəbərtime.az saytının rəhbəri Yeganə Filman qızım, əziz həmkarlarım, müğənnilər və Ayten xanım, hər birinizi xoş gördük. Həqiqətən də bizim hər birimizin borcudur ki, yeni addım atan gənc ifaçıların yanında olaq və onların klip təqdimatlarını öz saytlarımızı işıqlandıraq. Bəli, bugün sizin negativlərinizi də mən gördüm. Bir musiqiçi kimi, bir pedaqoq kimi siz püxtələşməlisiniz ilk növbədə. Və siz mütləq musiqi dərsləri almalısınız. Çünki notu bilmədən mahnı oxumaq mənim fikrimcə heç doğru deyil. Çünki həm səs onda oturmur yerində, həm də ki, siz bu klipə peşəkarlar da baxır, qeyri-peşəkarlar da baxır, musiqiçilər də baxır, müəyyən sahənin işçiləri də baxır. Ona görə də mütləq siz musiqi təhsili almalısınız. Ən birinci iradım budur. İkinci iradım da odur ki, kliplərinizdə çalışın ki, bir xət olsun. Yəni düzdür, burada var o xəttə mən gördüm. Amma biz necə bir nağıllar aləmində olan bir xətt deyərdim olsun və yaxud da bir hansısa bir nağıl deyərdim, rəvayət deyərdim. Nəsə bir xətt mütləq olmalıdır. Yəni əgər klip təqdimatı verirsinizsə, yəni bugün edirsə, klip çəkirsinizsə, orada bir əgər xətt yoxdursa, orada bir fikir yoxdursa, heç onu çəkməyin. Sizə uğurlar arzulayıram. Fikrim tənqid deyil, sadəcə olaraq pedaqoq kimi, jurnalist kimi və elə sizin klipin tamaşaçısı kimi sizə öz iradlarımı bildirdim. Yenə də təbrik edirəm, uğurlar, amma ilk addımlara görə pis deyil. Çünki ürəyiniz var. Əsas odur ki, ürəyiniz var. Bu klipdə də o ürəyi göstərmisiniz. Təşəkkür edirəm. Niyə klip belə sadə? Niyə bu düşüncələr? Əgər səhv eləmirəmsə, o görüntü sizin evinizdir. Bəli, bizim öz evimizdədir. Niyə sadə? Bu maddiyyata görə yoxsa? Əslində, bəli Ruhiyyə xanım, biraz bizə maddiyyata görə də o oldu. Həm də sözün düzü, biraz irəliləmək istəyən insana çox da dəstək olmaq istəməyən insanlar çoxdur. Ətrafımda yəni oldu belə adamlar. Məsələn, ağız da açdım, evdə tələb etdim ki, yəni bəlkə bir yardım eləyərlər. Gördüm heç kimdən səs soraq çıxmır. Dedim lazım deyil, yəni nədirsə öz şəraitimdə eləyəcəm, bilirəm onsuz da seviləcəyimi. Yəni o belə yetər, yəni dedim. Düşündüm ki, belə daha yaxşıdır, sadə şəkildə. Sadə bir şəkildə. Bəli. Samira xanım, müğənnimiz buradadır. Xoş gördük hər birinizi. Xanımı təbrik edirəm, Ayten xanım. Təşəkkür edirəm sənə. Heç nədən narahat olma əzizim. Bu sənin ilk addımlarındır. Bəlkə inanırsınız, deyirsiniz ki, maddi cəhətlərdən problemləriniz var. O hamıda baş verir. Mənim elə özümdə də təzə yeni başlayanda çox sıxıntılarım oldu. Düzdür, hamı qeyd oxu, kömək eləyəcəm. İnanırsınız, elə ki, bir balaca məşhurlaşmağa doğru gedirsən, başlayırlar düşmən düşməyə. Belə bir vaxtlar məsələn adi bir şəkli paylaşırdın, layiq eləyirdilər, qəşəng sözlər yazın. İndi adi musiqi paylaşırsan, bir restoranda, toyda oxuduğun mahnını paylaşırsan, biri layiq eləmir. Bilirsiniz niyə? Mən düşünürəm ki, paxıllıqdan. Yeganə xanım, deyirsiniz ki, xanım, mən belə başa düşdüm ki, notları bilmir, hə? Siz onu klipdə necə bildiniz? Məsələn, mahnılarda onu necə hiss elədiniz? Mən onu tuta bilmədim. Yəni demək istəyirəm ki, xanım notu bilməsəydi, o mahnını oxuya bilməzdi.
xanımın mən səsində də onu gördüm. Şirinliyi var, üz gözəlliyi var, maşallah, səhnə qabiliyyəti var. Ən əsası da tərbiyəsi var. Sadəcə bir şans vermək lazımdır. Bilmək olmaz, gələn il İnşallah xanım elə bir musiqi ilə partladar ki, yəni bəzi o müğənnilər var ki, o bayaq müğənnilərimiz var. Gələr onları da keçər. Yəni əsas budur ki, dəstək olsun. İndi xanımın öz tərəfindən dəstək yoxdur, amma biz ən azından həm görünür ki, az yaşlıdır, kömək lazımdır, dəstək lazımdır. Ən azından maddi eləməsək də dilimizlə, yəni belə necə deyim, siz daha yaxşı bilirsiniz. Yəni kömək eləyək də, yəni elə bir dəfə deməklə ki, Allah xeyir versin, hər şey gözəldir, biz onu ruhlandırırıq. Biz ona ilham veririk. O zaman xanım fikirləşir ki, aha, deməli məndə nəsə var, mən nəsə eləməliyəm. Daha çox dərslərə gedəcək, yəni ruhdan düşməyəcək. Məsələn, mən təzə başlayanda mənə deyirdilər ki, sənin üçün gecdir, gec başlamısan falan. Düzdür, mən əvvəllər oxuyurum, sonra üzr istəyirəm, ailə qurandan sonra dayandırdım. Məni ruhdan salırdılar. Amma mən bir şey fikirləşdim ki, dedim ki, Samirə, sən illərdir sən bunun arzusundan yatırsan. Bunu oyandırmaq lazımdır, bu arzunu dirçətmək lazımdır. Bugünkü gün çox şükür, yəni hər şey öz qaydasında gedir. Sadəcə mənə də, o xanıma da hər birimizə şans vermək lazımdır. Çox sağ olun. Samira xanım, mən illərin pedaqoguyam, musiqi sahəsində. Əlbəttə ki, hiss etdim ki, o xanımın ürəyi var, amma not bilgisi yoxdur. Hətta biraz öncə də bir balaca söhbətimiz oldu. Hətta təklif etdim sizə də, ona da ki, mənim musiqi dərslərimi də verə bilərsiniz, bəhrələnə bilərsiniz. Bir not ifası, yəni gedişatı sizə öyrədə bilərəm. İnşallah və bir dənə də söz işlətdiniz ki, oxumaq heç vaxt gec deyil. Əlbəttə ki, oğlum 1-ci sinifə gedəndə mən 2-ci təhsil almışam. Yəni oxumaq heç vaxt gec deyil. Əsas odur ki, insanın bir ürəyi olsun, bir də beyni olsun. Hər ikisi olanda onlar vəhdət təşkil edir və hər şey gözəl olur. Hər şey gözəl olur və hər işdə də hər birinizə arzulayıram ki, peşəkar olun. Peşəkar əgər olmayacaqsınızsa, siz cəmiyyətə öz sözünüzü deyə bilməyəcəksiniz. İstir müğənni, istir jurnalist, istir müəllimə, istir həkim, hər hansı bir sahədə peşəkarlığınız olmasa cəmiyyətə özünüzü sübut edə bilməyəcəksiniz. Ona zaman lazım. Bəli, zaman, düz dediniz, ona zaman lazımdır və zamandan da başqa müddət, necə deyərləri, uğurdan uğura getməlisən və yuxusuz gecələr, əziyyətli, əzablı günlər müddət çəkməlisən ki, onun o şirin bəhrəsini yeyəsən. İnşallah hər birimizə ona arzulayırıq. Təşəkkür edirəm ikinizə də, Samirə xanım, Yeganə xanım. O not məsələsinə istəyərdim bir aydınlıq gətirim. Düzdür, mənim təhsilim yoxdur o barədə. Təhsilim var başqa üzrədir də, yəni mühasibliyi üzrədir. Amma yəni notla bağlı açıqlamanı niyə görə vermək istəyirəm? Çünki mənə ailədə dəstək olmayıblar, icazə verməyiblər heç vaxt oxumağa. Bu mənim uşaqlıqdan, laf balacalıqdan ən böyük arzum olub ki, yəni oxumaq, insanların arasında olmaq, məşhurlaşmaq bu mənim ən böyük sevgimdir də, yəni ən böyük arzumdur. Yəni hər an həyatda bir arzusu olur. Bu da mənim arzumdur. Amma qaldı ki, yəni təhsilə mənə ailədə icazə vermədilər. Ona görə təhsil ala bilməmişəm. Yəni bundan sonra ki, artıq öz yaşım var, bəlli bir yerdəyəm. İstəyirəm ki, bundan sonra artıq təhsilimi də alım, notları da öyrənim, yəni daha peşəkar şəkildə davam edeyim. İnşallah arzularınızın dalınca mütləq gedin. Onda Allah özü də sizə dəstək olur və yəni ki, biz insanlar da sizə hər zaman mənəvi olaraq dəstəyik, narahat olmayın. Çox sağ olun. İnşallah sizə uğurlar. Ancaq Çox sağ olun. uğurlar. Mən bilirəm ki, arzu edin. mən bilirəm cəmiyyətdə biraz çətindir belə şeylər, amma o qədər səhnədə notu bilməyən insanlar var ki, niyə ki, elə yuxarı zirvələrdədirlər də, bəyəm hamı bilir ki, hamı bilmir. Sadəcə olaraq o deyir, şansları parlayır. Mən də düşünürəm ki, mənim də şansım parlayacaq. O qədər bunun arzusunda olmuşam ki, yəni heç mən bugünkü günü təsəvvür belə etməzdim. Ki, gəlib burada oturaram, müsahibə verərəm, jurnalistlərin qarşısında otururam. Mən bunu bir ağlıma belə gətirməzdim, amma sən demə istəyəndə bəzi şeyləri o zamanla dönür, fırlanır, gəlir insanı tapır. İnşallah bundan sonra daha yaxşı olar. Təşəkkür edirəm. Növbədə xanlar olaraq Çox sağ olun. qədəmləriniz uğurlu olsun, bol olsun. Səhnəyə yaraşan insanlarsınız. Dil qabiliyyətiniz gözəldir. Maşallah. Ən birinci isə mənim sizə tövsiyəm olar bilər ki, ən birinci Allahdan istəyir. Əlbəttə ki, qədəmlərə, uğurlara, hər bir şeyə yol açan Allah. O baxımından da mən öz növbəmdə də sizə ən böyük uğurlar arzulayıram. Həyatda nə istəsəz ona çatasınız. O mahnınız da, klipiniz də çox xoşuma gəldi. Həqiqətən məni haralara apardı. Bu qədər. Uğurlarınız bol olsun. Təşəkkür edirəm. Çox sağ olun. Salam, hər birinizi xoş gördük. Mən Aybəniz Əliyeva, Xəbər Ekspres saytının redaktor müaviniyəm. Gözəl müğənnimizi, həvəskar müğənnimizi salamlayıram. Uğurlarınız bol olsun. Xanıma belə bir sual vermək istəyirəm. Niyə ilk mahnınızı qəmli notlarla
başladı. Yəni ilk klipinizi, daha doğrusu belə desək, Qəmli notlara əl atdınız. Salamlayıram sizi Aybəniz xanım, xoş gəlmisiniz bu gün bura. Belə deyim də, mən daha çox lirikanı sevirəm. Yəni orada özümü tapıram da. Duyğu məndə ona daha çoxdur. Yəni şən mahnıları da sevirəm. Onda da özümü görürəm, amma ən çox bu üzrə də, yəni o deyir, bayaq Yeganə xanımın sözü olmasın, öz xəttiniz olsun. Əslində mən xətt üzrə lirikanı daha çox sevirəm. O mənim iç dünyamdır da. Yəni mənim özüm odur, yəni. Belədim. Ona görə daha çox ona üstünlüyü verirəm. Onu duydum və elə duyduğum kimi də hiss elədim və oxudum. Ekskluziv xəbər saytının rəhbəri Mətanət İslam. Aytən xanım, sizi təbrik edirəm. Uğurlarınız bol olsun. Sizə böyük nailiyyətlər. Səsiniz daha da yüksəklərdən gəlsin inşallah. Mən bu kliplə bağlı sizə sual vermək istəyirəm. Bu klipdə elə bir yaşadığınız hadisə nə qədər əks eləyir sizin həyatınızla bağlı? Mənə çox maraqlıdır bu. Hə, belə deyim də, yəni təbii ki, hər kəsin həyatında sevgi olur. Yəni o mənim də həyatımda olub, bitmiş bir şeydir. Yəni keçib getdi. O insanın üstündə o belə türklər sözü etkisi qalır da, yəni. O etki sayəsində əslində bu mahnı da elə onu uyğun seçmişəm də, yəni yaşayaraq, hiss edərək onun etkisi altında oxunan bir şeydir. Yəni özümü görüb onu oxumuşam. Bir şeydə ümumiyyətlə özümü tapmıramsa, o məndən uzaqdır. Yəni hər bir şeyimdə həyatda eləyəm. Yəni bir geyimi də geyinirəmsə, o mən özümü onun içində rahat bulmuramsa, deməli o mənə aiddir. Bu mahnı da mənə sanki libasım kimisə. Yəni siz özünüzü görmüsünüz də burada. Mən özümü görürüm. Onda elə bu klip tam elə sizin həyatınızı əks etdirir. Çox gözəl. Bir də ikinci sualı vermək istəyirəm. Mən eşitdiyim qədər siz Aygün Kazımovanın fanatısınız. Siz özünüzü gələcəkdə onun qədər populyar görürsünüz. Mən Aygün Kazımovanı salamlayıram ilk növbədə. Bundan qabaq ki, verilişimdə də onun salamını göndərmişəm. Yəqin haçansa məni eşidəcək. Onu çox sevirəm. Onun fanatı, uşaqlıqdan onun fanatıyam. O əvvəllər oxuduğu bir mahnı var idi, depressiyondayam. Ay, o mahnı ilə həyətdə, məktəbdə, hər zaman oxuyurdum. Sevirəm də onu, onun fanatıyam. Özümü görürəm. Mən də bilirəm ki, o hərəkətlərim də ona uyğundur. Hiss edirəm ki, yəni həqiqətən də irəli gedəcəksiniz. Bəli, buyurun. Özü də bu sənəti sevərək çıxıb. Yəni buna pul olaraq baxıb çıxmıyor. Bəli, bəli. Sevərək, duyaraq çıxıb, yəni insanlarla özü danışıb da, yəni mən özüm də buna cib olaraq baxmıram, pul olaraq baxmıram. Sadəcə sevirəm də, yəni insanları o qədər sevirəm. Onlarla ünsiyyətdə olanda elə bilirəm ki, nə bilim, hər Jurnalist xanım sual verdi ki, özünüzü Aygün Kazımovanın yerində görürsünüzmü? Onun qədər populyar olmağı düşünürsünüz, yəni. Mənə görə, mən də indi ifaçıyam da, yeni ifaçıyam, müğənniyəm. Mənə görə Aygün Kazımova bir dənədir, xanım inciməsin. Aygün Kazımovanın yerində heç kim olmayacaq. Aygün Kazımova elə bir dənə gəlib, bir dənə gedəcək. Mən xanıma məsləhət görərdim, elə özü olsun, Aytən xanım olsun, Aytən xanım kimi, müğənni Aytən kimi tanınsın. Elə mən özümdə Samirə xanım kimi tanınmaq istəyərdim. Yəni, hər kəsin öz qisməti var. Yəni, ola bilərik, biz onun səviyyəsinə gəlib çata bilərik. Amma biz o ola bilmərik. Mən belə düşünürəm. Yəni, düzdür, Aygün Kazımova mən də çox sevirəm, çox bəyəndiyimiz, yəni, gəncliyimizin müğənnisidir. Pərəstişkarı ola bilər, amma o ola bilməz. Nə o, nə də mən. Nə də ki, ondan sonra çıxan indiki müğənnilər heç kim Aygün Kazımova ola bilməz. Aygün Kazımova bir dənədir, bir dənə də qalacaq. Yaxşı olar ki, biz özümüz elə özümüz kimi tanınaq. Allah bizə şans versin, məsəl üçün o gün olsun, xanım gəlsin, əməkdar artist olsun, elə mən özüm əməkdar artist olum, xalq artist olum. Yəni, hər kəsin öz qismətini Allah özünə versin. Çox sağ. Aygün xanım Kazımova özü də, yəni bu sənət üçün... Yox, siz dediniz ki, mən özümü görürəm. Özümü görürəm, yox. Səhnədəki bütün hərəkətlərim olaraq, yəni o pozitivlik falan, yəni hər kəsənin bir fanatlıq elədiyi bir müğənni olur da. Əslində mən onu sevərək bunu deyirəm. Yəni o mənim, sevirəm də mən Aygün xanım Kazımova. Onun yanında, ona uyğun, yəni kimsə axırı müğənnilərdən kimsə ona uyğun yolu gəlməlidir o üzrə. Yəni mən düşünürəm ki, çox əziyyət çəkib, çox bu yolu gedib, yəni Aygün xanım Kazımovanın yoluna girmək olar. Yəni, Əzim, o bir dənə də bir böyük kimi, bir bacı kimi sənə bir söz deyim. Aygün Kazımova o heç, başa düşdük. Yaxşı olar ki, sən köhnə bəstəkarlarımızın davamı ilə gedəsən. Köhnə xalq müğənnilərimiz var. Onların arxası ilə, onların mahnıları ilə, onların davamı ilə getsən, mənə elə gəlir ki, sən daha çox irəli gedə bilərsən, daha çox tanınmış olarsan, həm də o zaman sənin toyların daha çox olar. Düz demirəm?
Mən belə düşünürəm. Mən məsəl üçün xalq mahnılarını daha çox sevirəm, köhnə bəstəkar mahnılarına. Bunları canlandırmaq lazımdır, bunları yaşatmaq lazımdır. Elə mahnılar var ki, bu dəqiqə itib batıb. Məsəl üçün xanım da, mən də, başqa müğənnilər də o mahnılara can verib onları necə deyim, qaldırsaq, biz daha çox populyar olaraq, daha çox məşhur olaraq. Aygün Kazımov məsəl üçün mahnını bir bəstəkardan alır da, özü də bahalı mahnılardır. Düzdür? Bizim o imkanımız ola bilər, vaxt gələr, olar. Amma mən düşünmürəm ki, o mahnılardan biz irəli gedə bilərik. Məncə elə biz köhnə bəstəkar mahnıları yaşatsaq, bəstəkarlarımızı. Yeni can versək. Bəli. Amma Samir xanım bir dənə sual vermək. Kəmalə xanım Günəşli çıxdı dedi ki, mən illərdir bəstəkarlarla işləmişəm, amma mən tanınmamışam. Sadəcə mənim 4 mahnım məni bu həyatda məni tanıtdırdı. Bilirsiniz də bu günlərim tələbat nədir? Yəni demirəm ki, müəllim yanına getməli deyilsiniz. Demirəm ki, belə bir şeylər ola bilməz, amma insan bir mahnı ilə həyatda tutuzdura bilir. Yəni bugünkü gündəm budur. Mən yenə də tövsiyə eləmirəm ki, müğənnilər bəstəkarların yanına getməli deyil, ya dərs almalı deyil, onunla bağlı deyil. Sadəcə bugünkü tələbat bir mahnının sənin yaxşı olursa, deməli sən bu mahnı ilə irəli gedə bilirsən. Elə notdan başlayacağam. Çünki hal-hazırda elə bir müğənni, yəni müğənnilər 80% deyim də, 80% not bilmir. Amma bilməyi daha yaxşıdır. Sözsüz bilməyi daha yaxşı. Amma elə bir sənətkar, hətta elə bir sənətkarlar tanıyıram ki, yaxınlaşıb adi bir nəzəriyyədən bir dənə sual verim, Damla Septakorda neçə dönməsi var, o ona cavab verə bilməyəcək. Niyə? Çünki o təhsil almayıb. Mahnı yazdırıb, elə bir mahnının üstündə işləyib, o mahnı tutuzdurub və tanınıb. Amma onun da məktəbi olub da, onun da yəni not üslubu olmasa da, onun da hansısa bir müğənnidən, hansısa bir bəstəkardan məktəbi olub ki, o Məktəbi olub. Düzgün yolda olubdur. O mütləq məktəb olmalıdır. Mənim yəni sözüm odur ki, o xanımın məktəbi olmalıdır. Mən səhv demirəm, amma olmalıdır. O öz yerində təbii ki, bizim öz aramızda danışmışıq. Onun təhsilini zamanla alacaq, müəllimlər danışmışıq, onlardan təhsil alacaq inşallah. Amma belə deyim sizə, hal-hazırdakı yəni müğənnilərin özü də 80% not bilmir, musiqi təhsili yoxdur. Qaldı ki, bu bayağı mahnılara Kəmalə Günəşlinin Samira xanım sözünə qüvvət, Çini Çaydan mahnısı özünün deyil. Köhnə mahnıları amma köhnə mahnılar var ki, yeni nəsil canlandırmaq istəyəndə sənətkarların bəziləri yaxın durmur. Sırazu YouTube-dan qadağa olunur, zənglər gəlir, o mahnını sildirməlisən, o mahnını ifa eləməz. Niyə gənclərə dəstək olunmur? Niyə gənclərin yanında durulmur? Bəs bunları kimə deyək? Ona görə gənc nəsil, köhnə belə deyim, sənətkarlar mahnılarını əl dəymirlər. Əl dəyən kimi məhkəmə oradan gəldi, müsahibə buradan başladı. Ay səni belə tənqid eləyəcəm, qadağalar qoyacam, efirlərə çıxmayacaqsınız. Yəni bu cür söhbətlər var yəni. Ona görə sənətkarların mahnılarını toxunmaq Siz ona istəmir. icazəli edin də onda. Öncədən icazə alın, sonra aranjman edin, oxuyun. Niyə? Mən elə bilirəm ki, bəli, böyle sənətkarlar icazə verərlər. Adi görürsünüz ki, hansısa müğənnini götürüb aranjman eləyəndə onu bəyənmir. Təbii ki, o özünü heç vaxt ikinci planda görə bilməz ki, gənc müğənni çıxıb məndən yaxşı oxudu. Yəni onlar onu bəyənmirlər demək. Bir mahnının da yaşanması üçün gərək icazə verirlər ki, o mahnı dövr olaraq yəni tanınsın da təzədən yeni aranjmanla. Ona icazə verilmir. Elə mahnılar var ki, onlar qorunmur. Əzizim, elə mahnılar var ki, onların müəllif hüquqları yoxdur. Sən onları oxuya bilərsən, sərbəstsən. Çünki bütün müğənnilər oxuyub. Amma elə məsəl rəhmətə gedən müğənnilərimiz var ki, onların müəllif hüquqları yoxdur. İnşallah təşəkkür edirəm ona. Gənc prodüser, gənc müğənninin yanında gənclər bir-birinə dəstək. Yəqin ki, ikinci klipiniz sizin şən ola bilər də. Yəni bu birinci klipi qəmli notlara əl attığınıza görə Elə düşünürəm ki, şən olsun. İnşallah uğurlarınız bol olsun. Xanıma mən elə gəlir ki, necə deyirlər, kömək, dəstək olmalıyıq, irəli getsin, gözəl xanımdır. Necə deyirlər, danışığı, nə bilim, ifası mənə xoş gəldi. Çox sağ olun. Uğurlarınız bol olsun. Belə deyək, tam ürəyinizdə olsun hər şey və sizə bir çiçək hədiyyəsi var. Samira xanıma təqdim edin. Belə deyək, müğənniyə dəstək olur, gənc müğənniyə. Təşəkkür edirəm. Nədən qorxma, heç nədən çəkinmə. Biz var. Amma yaxşı. Nəyə ehtiyacın olsa, bundan keçmişəm, ona görə
Çox sağ olun Səmira xanım. Təşəkkür edirəm dəstəyiniz üçün. Müğənnidən belə bir xahişimiz də var. Gözəl klipindən az da olsa bir mahnı zümzümə eləyə bilərmi? Olar Bilirəm əlbəttə. mahnılarım var yəqin ki, bir-iki dənə mahnı olmamış olmaz. Mən o mahnı, o klipdəki mahnıdan biraz bir zümzümə istərdik. Hərdən olur ürəyimdən, xəncər vurulur birdən, hər danışılanda səndən. Gözlər səndən danışır, hisslər yanıb tez alışır, sənsiz dünyam qarışır, sildim səni qəlbdən. Xəncər vurulur birdən, hər danışılanda səndən. Gözlər səndən danışır, hisslər yanıb tez alışır, sənsiz dünyam qarışır, sildim səni qəlbdən. Hər kəsə bugünkü gün burada iştirak edən bütün jurnalistlərə öz təşəkkürümü bildirirəm. Çox sağ olun, gəldiniz, mənlə oldunuz, dəstəkləri də eşitdim, tənqidləri də aldım. Yəni bundan örnək götürəcəyimi bilirəm. Çox sağ olun, xoş oldu sizlə burada iştirak eləmək və restorana təşəkkür edirəm, Alibaba restoranına, rəhbərliyinə. Bizi burada qarşıladı, icazə verdi ki, mətbuat konfransı eləyək. Ona görə də öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Çox sağ olun.